Azərbaycan Dillər Universitetində Xarici Dillər Kafedrasının təşkilatçılığı ilə tələbələrin biliyinin qiymətləndirilməsi metodları və üsulları, nailiyyətlər və perspektivlər mövzusunda dəyirmi masa keçirildi. Tədbirin məqsədinin Avropa təcrübəsindən istifadə edərək auditoriyada tələbələrin biliyinin yoxlanılması və obyektiv qiymətləndirilməsi şərtlərini müzakirə etmək olduğunu deyən Xarici Dillər Kafedrasının müdiri Dosent Salman Nuriyev, mühazirə və praktiki dərslərdə tələbələrin biliyinin qiymətləndirilməsi zamanı qarşıya bir sıra çətinliklərin çıxdığını dilə gətirdi. Onun sözlərinə görə, bu çətinliklərin öhdəsindən gəlmək üçün müəllimlərin təcrübəsi və hazırlığı önəmli rol oynayır. Azərbaycan təhsil sistemi 2005-ci ildə Bologna prosesinə qoşulub və biz Avropa təhsil məkanında bugün fəaliyyət göstəririk. Avropa təhsil məkanında da tələbə biliyinin qiymətləndirilməsində müvafiq strukturlar və müvafiq kriteriyalar mövcuddur və biz Azərbaycan Təhsil Nazirliyinin bizə verdiyi əsaslamada da öz əksini tapmışdır. Biz müvafiq metod və üsullardan istifadə edərək və Avropa təcrübəsindən qaynaqlanaraq bu tələbələrin auditoriyada dərs zamanı qiymətləndirilməli, onların biliyinin qiymətləndirilməsinin daha önəmli faktorlarını üzə çıxartmaq istəmişik. Kafedra müdiri həmçinin dünyanın bir sıra aparıcı universitetlərində tələbələrin biliyinin qiymətləndirilmə prosesində tətbiq olunan qaydalardan da bəhs etdi. Dosent Salman Nuriyev çıxışından sonra müəllimlərin suallarını da cavablandırdı. Dəyirmi masa mövzu üzrə qarşılıqlı müzakirələrin aparılması ilə yekunlaşdı.